ki, hər zaman bizim ürəyimizdən iki duygu canlandırır. Sevgi, şadlıq və qəm, kədər. Onu da millətlərin bilirsiniz. Bu millətin dövlətçiliyinin quruluşu tarixi və bizim millətin tarixinin ən önəmli günlərindən var. Sonra da bir ildən sonra onun sərkubla son qoymasına. Demək ki, çox önəmli bir gündür və bu gündə yalnız 21 Azər yox, bəlkə əsasən bizim millətimizin hərəkatında və gələcəyi üçün mühüm sözlərdən danışmaq ən önəmli sözdür. Bugün mənim çıxışım 21 Azər haqqında yox, bəlkə mövcud siyasi Azərbaycanda, Güney Azərbaycanda gedən siyasi hərəkatın haqqında olacaq və bir tənqidi baxış olacaq. Ümumən mənim keçən 20 neçə ildə fəaliyyətimdə yazılarım ümumən hərəkətdən eşiyə yüz mövzuları olmuşdur və son zamanlarda yavaş-yavaş içəri məsələlərin əhəmiyyəti və onlara toxunmaq daha məncə əhəmiyyət daşır. Bugün də vəziyyət, hərəkət bir kritikal halda olmaqdan ötürü fikir edirəm ki, yəni düşünmüşəm ki, bugün bəzi xətt və fikirlərim ki, var sizdən paylaşım. Hər şey olsun ki, bugün biz bir siyasi hərəkatın ortasında yerləşirik. Milli hərəkat adlanır, Azərbaycanda gedən siyasi hərəkat adlanır. Azərbaycan türklərinin hərəkatı adlanır. Mən çox sevərəndiyim Azərbaycanda gedən türk xalqının hərəkatı. Şimdi o xalqın adı Azərbaycan türkü deyil, türkdür və vətəni millidir və orada Azərbaycan gedir. Və milli olaraq bunun məna baxımından bu hərəkatı milli azadlıq hərəkatdır. Yəni, Azərbaycan ya Güney Azərbaycanda gedən türk xalqı ya türk millətinin azadlıq hərəkatı. Hər şey olsun ki, bu hərəkatın meydanındayıq və bugünə qədər eşdən hücum olan məsələlərlə toxunmuşuq. İçəridə olan məsələlər, yəni hərəkatın içində olan qüvvələrin arasında ciddi çatışmalar, ciddi qarşı durmalar, çox qeyri-demokratik, hətta qeyri-insani toxunuşlarla şahidik. Hər kəs danışır birlikdən, bir olsaq belə olar, bir təşkilat belə olar, olsaq, əgər yığışsaq belə olar, əgər yığışmasaq heç zaman belə bilməyəcəyik, amma əməldə bir şey yoxdur. İndi mən istəyirəm Azərbaycan ya Güney Azərbaycana təsir quzar və etki bağışlayan fikri cərəyanlardan bugün danışım. Həm tənqidi və həm də öz fikrimi bu arada meydana qoyum. Ümid edirəm ki, bu qısa zamanda mən qısaca söyləyəcəm sözlərimin. Sonra zaman olsa bəhs edər. Bu söhbətlər içmək edəcəm. Biraz bəzilərinə mümkün də ağır gəlsin. Hər halda mən fikr edirəm ki, Azərbaycan hərəkatının patolojisini tapmaq, küçədən gedib birini tapmayacaq Azərbaycan hərəkatının problemlərini tapsın. Bu bizim boynumuza düşür və bizim başımıza düşür ki, Azərbaycan hərəkatında olan məsələləri araşdırıb, fikirlərimizi qoyaq ortaya, mübahisə olsun, onun arasında bir şey çıxsın. Bugün Azərbaycanda olan fikir, yol, anlayış, 3 dənə qüvvə, 3 dənə fikir və 3 dənə düşüncə Azərbaycanda gedən milli siyasi hərəkətə etki bağışlayır. Bu 2 dənə, 3 dənə fikrin ikisi dominantıdır, biri qeyri-dominantıdır, mövcuddur, qeyri-dominantıdır. Biri olan ən önəmli və ondan qabaq olan və çox mühüm olan ki, onu tanımamız lazımdır, dominant fikirlərdən. Azərbaycanda bir qüvvə, bir fikir var ki, Azərbaycanı yox, İranı vətən bilir, özün türk yox, Azəri bilir, dilin türk yox, Azəri bilir. Bu bir dənə ciddi bir qüvvədir, mərkəzi dövlət onun dalsındadır. Uzun 80 illik asimilasyon siyasətindən sonra bu Azərbaycanda bir etki bağışlayan, təsir bağışlayan bir ciddi mövcud qüvvədir Azərbaycanda. Hətta bəzi fikirlər var ki,
Bugün Azərbaycanda meydana gələn qüvvə, əgər milli qüvvə meydana çıxsa, bəlkə içəridə Azərbaycanın içində bir savaş düşər. Niyə ki, o qüvvənin qarşısında böyük bir qüvvə, yəni İran dövləti yatır və o qüvvə, elə İran dövlətinin onun qarşısında olması ona mövcudiyyət və güc verir və o güc eləyə bilər, çox ciddicə təsirgüzar olsun. Bunu hətta 21 Azərdə görə bilərik. O günlər ki, fədailər tərk edirlər, o günlər o meydanda çıxan, hətta ərteş yetişmədən, yəni hərbi qüvvə, mərkəzi qüvvə yetişmədən, o qüvvələr ki, İrancılığa etiqadları vardılar, meydana çıxırlar və elə tapdıranmanı olduğu zamandan tutmağı, basmağı, kəsmağı, hətta hərbi qüvvələr yetişməsindən onlar əməl edirlər. Yəni, bunu biraz gözümüzü açmamız lazımdır. O güc, indi 60 ildən sonra çox Azərbaycanda güclü bir qüvvədir və mövcud bir qüvvədir. O, müşəxəsatı oldu nə? Azərbaycanı vətən bilmir, bəlkə İranı vətən bilir, özünü türk yox, milli hoviyyətin Azəri bilir ki, Fars dilinin ya Fars millətinin quyruğu bir dildir, ona bağlı bir dildir və ya dilin də Azəri tanır, deyəndə yox, biz türk deyil, Azəri deyirlər, çox da tanınmış bir fenomendir. Onlar da siyasi çabalarda İranda demokrasi yaratmaqdır. Yəni, bir siyasi Fars qüvvəsi gücü kimi İranda demokrasi, yəni İran dövləti, Fars dövlətini demokratikləşməyə çalışmağa göstərən bir iradədir. Yəni, bugün Fars siyasi qüvvə nə istəyir? İran dövlətini demokratikləşdirmək, yəni öz dövlətini. Onlar da orada çalışırlar, amma Azərbaycanlıdırlar, türkdülər, Azərbaycanda yaşayırlar və bir gücdürlər. İkinci gün, güc, ikinci fikir, ikinci anlayış, məncə çox önəmlidir. Düz onun qarşısındadır. O fikir türk bir milli hoviyyət olaraq qəbul olunur. Türkcə onun dili tanınır. Azərbaycan buna vətən tanınır. Amma siyasi anlayışa gələndə bu qüvvənin içində məsələli və çox problemli məsələlər var. O cümlədən bütövçülük əndişəsi bir bölümündə Turancılıq hərəkatı, bir bölümündə istiqlaliyyət, həm taktik, həm stratejinin anlayışı beyinlərindədir. Yəni nə? Bütövçülüyə gələndə mənası nədir? Biz Azərbaycanı İran dövlətinin seytərəsindən azad edəcəyik, sonra o birisi Azərbaycandakı bir dövləti var, bir araya gəlib bir dövlət quracaq. Biz o birisi Azərbaycanla bir araya gəlib bir dövlət quracaq deyə indi zamanıdır. İndi bu saat Azərbaycan cəmiyyətin, xalqının fəlakətdə olmasının vaxtında iki Azərbaycanın bir-birinə düşünmə, ona enerji qoyma, ona vaxt sərf eləmə zamanı. İndi gələcəyim söhbətlərin sonunda ki, əcəba Azərbaycan siyasi qüvvəsində bu güc var heç, adamı var heç, bu əndişəyə vaxt qoysun, zaman sərf eləsin, enerji qoysun. Elə bir adam var, elə bir qüvvə var. Yəni bir hərbi qüvvə var ki, onu deyəsən, 100 nəfər, 200 nəfər bu qüvvəyə vaxtını sərf etsin. İkinci əndişədir, onun tayı Turançılığa çalışmaq. Yəni, türk millətləri ki, milli dövlət quracaqlar və Azərbaycanın siyasi ünsürü bugün o fəlakətli durumdan beynini ayırıb, bu millətlərin bir olub, bir dövlət qurmasına bu ya çaba sərf edəcək, kitab oxuyacaq, vaxt sərf edəcək, danışacaq, müzakirə qoyacaq, seminar qoyacaq və işin və vaxtın və enerjisini bu yola yaradacaq. Bu bəllidir ki, bu ikinci fikirdə əsasən enerjisi bugün Azərbaycan, Güney Azərbaycanda gedən problemə sərf olunur. Ondan başqa şeylərə sərf olur. Yəni, bugün bizim problemlərimiz ana dilinin təhsil alma haqqı, milli haqları əldə etmə, milli müqəddəratını təyin etmə haqqına çalışmaq və yüzlərcə məsələ ki, bugün bizim Azərbaycanımız onunla məşğuldur, ya bir problem var, ondan işi yoxdur, başqa şeylərin işi var. Üçüncü və ən önəmli və ən geniş düşünülən ki, bugün də bizim istiqlalçı dostlarımız da burada var, istiqlaliyyət həm taktik, həm strateji kimi düşünənlər. Vardır ki, mən yəni bunların da mühüm şəxsiyyətlərlə
Bəzən söhbət oluram, deyirəm ki, biz İran dövlətini təkcə biz yıxacaq. Ya o biz qüvvələrlə, mövcud qüvvələrlə İranda biz onu yıxmağa təşəbbüs göstərməliyik. Aya Azərbaycanın siyasi qüvvəsi İran dövlətini yıxa bilərmi? Yoxdur cavabı. Onda biz başqa millətlərin siyasi qüvvələrlə birləşməyə lazımdır. Hə, amma biz onda Fars siyasi opozisyonu bir qüvvədir. Biz onunla neyləmək? O deyir ki, bizim Farsla nə işimiz var? Bizim ondan işimiz yoxdur. Çünki biz onun əsasən onun qarşısında durub savaşırıq, onun dövlətinin qarşısında durub savaşırıq və biz o məsələləri fikir edəməliyik. İndi də ki, son zamanlarda Kürt mövzusunu bilirsiniz ki, çox ciddi bir problemə çevrilibdir və elə bir şəraitdədir ki, yeni cibhə, yəni Azərbaycanın bu hərəkatına, elə bu kiçik bir gücü ilə yeni bir cibhə açılıbdır. Bu strateji və taktik deyəndə, başqa bir taktiklər, mərhələyi strateji, mərhələyi taktik, bugün taktik budur, sabah taktik odur, bugün bizim istəyimiz nədir? Və 10 ildən sonra istəyimiz nədir, 3 ildən sonra istəyimiz nədir və nələri bir-birinin dalısında axtarmalıyıq, bu söhbətlər yoxdur. Bəlkə yalnız şüar ünvanında səthi görərək, çox üzdən hamı ehsası bunu istəyir. Yəni, özəllikləri də ümumiyyətdə çox duygusal istiqlalla davrananlar, çox duygusal mövzuyla davrananlar, çox şiddətli dillə bunların özəllikləri, yəni bu fikrə inananların özəllikləri. Əlbəttə, üçüncü yolu sayacağım, hər kəs özün burada ya orada bula bilər, Türklər demişəm. Duygusallıq ən önəmli özəllik, əsəbi davranma ikinci özəllik, xuşunətli dildən istifadə etmə, hətta özümüzün əleyhimizə, hətta öz içimizdə, yalnız o birisilərlə yox. Eşidirəm, məsələn, televizyon dalında filan millət süzəcək keçsin filan yerəcək, filan milləti itəliyəcək, qovacaq keçsin filan yerəcək. Bu sözdə, bu dildir, yəni xuşunət, çox belə şiddətlə dildən istifadə etmək. Ondan sonra onun özəlliyində nifrət yaratma başqa millətlərə, bizim içimizdə nifrət başqa millətlərə. Məncə bu ırqçılıq düşüncəsidir ki, bir millətin əleyhinə nifrət yaratmaq, məncə bu düzgün bir yol deyil. Ondan sonra hətta öz içimizdə belə ittiham yağdırmaq, ittiham və çox əhanətli davranış. Cəmaın içində həvadisə, dakinin içində bir-birinə toxunmalara, son zamanda məclis məsaildə bir-birinə toxunmalara, bunlara özünüz eləyə bilərsiniz, düşünərsiniz ki, necə şiddətli dil, necə ittihamlar və necə əhanətli davranışlar bizim öz içimizdən və içimizdən eşiyə davam edir. Yəni, bu dil, şiddətli dil deyəndə məncə bir siyasi ünsürün danışığı yalnız bugün əsəri yox, bəlkə toplumda kültür yaratmada və gələcəkdə o kültürdə demokratik düzənin yaranmasında əsər qoyacaq. Biz o dildən bugün əgərsə şiddətlə istifadə edirik, onun mənasıdır ki, biz gələcək toplumda şiddətlə yaranan, qurunan bir toplum istəyirik. Ya istəməsək də o olacaq. İkinci yolun özəlliklərindən, yəni dediyim, ümumiyyətlə stratejik xətt baxımından Azərbaycanın bugünkü məsələlərinə dayanmayan və şəxs hissi və siyasi rəftarlarda dedim, oldu duygusallıq, çox şiddətli dildən istifadə eləmə, əhanətli yollardan və əhanət və toğin, intiqad və demokratik tənqid yerinə, nifrət yaratma başqa millətlərə və yeni cibhələr açma o birisi Azərbaycan hərəkatına. Bunun qabağında və mənim bugünkü fikrim olan üçüncü yol xəritəsi deyən məncə bir yol var. Yəni, problem əsasən nədir? Bundan sonra problemi deyil. Problem budur ki, bugün Azərbaycanda gedən milli demokratik hərəkat durğunluq şəraitindədir. Hər kəs də bu vəziyyətin, dostlarımız burada şeir oxudular, dostlarımız söhbət elədilər, əsnasında işarə edər ki, vəziyyət durum çox xərab, vəziyyət bərbad, bir siyasi qüvvə yoxdur, bir cərəyan var. Hardadır bu cərəyan? Aya oradadır ki, eləyə bilsin, bu istəklər ki, söhbət olur, burada olaraq əməl eləsin, gerçəkləndirsin. Biz bir dənə hərəkatın mərkəzində durmuşuq ki,
Babək qələsindən başlayıb ki, orada deyirlər 300, 400, 5000, bəzən milyon, 2 milyon adam gəlmiş. Deyirlər milyon gəlməmiş, 200 min adam gəlmiş, 300 adam gəlmiş. Bu çox geniş bir hərəkətdir. 200-300 min hərəkət. Ondan sonra gəlib yetişmişik Xordad hərəkatında böyük bir geniş hərəkat olub, siyasiləşib hərəkət. Ondan sonra getdikcə bizim suva çəkilmişik və bugünkü burada durmuşuq. Son zamanlarda bir dənə seminar qoymaq üçün bu məmləkətdən o məmləkətə getmişik ki, seminarımızda 5-3 nəfər adam görüşsün. Bunun adı nədir? Bunun adı bu hərəkatın ruhulə getməsi. Türkçə olur durğunluq. Durğunluğun ayrı əlamət, fərqli əlamətləri var. Ya fərqli ünsürlərin və faktorların təsiri var. O cümlədən hakimiyyət, istibdad hakimiyyətidir. Amma istibdad hakimiyyətinin bu müadilədə sabit faktorudur. Yəni Xordad həvadisində də o istibdad var idi. Ondan sonra ondan qabaqdakı Babək qələsinin hərəkatında da var idi. Ondan sonra bəzi Urma hərəkatı, Urmu gölünə təzahüratında hakimiyyət var idi. O sabit bir dənə şeydir. Ondan sonra bir başqa şey var ki, hakimiyyət ona müvəffəq olmuşdur. O da budur ki, sərfi quran bu hərəkatı, tutqun, filan, sıxıntıyla bahis olsun ki, bu istəklərə əl tapmadan insan, yəni Azərbaycan faal ünsürü məyus olsun, yəsə yetişdir. Bu bir dənə çox mühüm ünsürdür. Bizim əlimizdə bəlkə ona bir çarə qılanmarıq. Yəni, məyus olmaq budur ki, biz bu gün 20 il bundan qabaq bir hərəkət başlanıbdır, bu gün bir yerə varmayıbdır, hətta ən kiçik istəklərini əldə etməyibdir. Təbiidir ki, bizim içimizdə məyusluq yaranır. Adamlarla, insanlarla danışır ki, içəridə faal çox mühüm şəxslərdir. Orada da bizim məyusluq, yəni gənclərdə, çox akademik adamlarda və məhcər adamların içində də məyusluq yaranıb bu ki, biz hardan gəlmişik, harada durmuşuq və nə etmək istəyirik. Bu içəridə də var. Amma üçüncü ünsür var. Üçüncü ünsür ki, biz, hər tək-təkimiz faal ünsür olaraq bu hərəkatın içində bu hərəkatı bu durğunluqdan çıxartmağa müsbət hərəkətimiz nədir və mənfi hərəkətimiz nədir? Mənfi, negativ təsirimiz bu hərəkətlərlə nə iş görmüşük ki, bu durğunluğun səbəb olmuşuq və ya ki, müsbət hərəkət görmüşük bu durğunluqdan çıxaq. Məncə, ikinci yol ki, mən burada izah etdim ki, düz o antagonisti rəftarla birinci mövcud hərəkatından edir. Üçüncü yol var. O üçüncü yol, məncə, Güney Azərbaycanın çıxış yolu və düşüncənin dərindən reallara diqqət yetirməsi və mən faktorlarını deyəcəm ki, nə cür eləyə bilərik? Bu cürsə, yəni fikir dəyişmə ünsürü ilə eləyə bilərik, bu gün yox. Məncə, əgərsə biz bugün Babək qələsindən başlayıb 300-500 min nəfərlə gəlib geçmişik burada 10-15 nəfərə, 50 nəfərə, biz bir yerdə bir xəta olub, bilsən bizim cavanlığımızda deyiblər sektarist. Bizim hərəkatımız bir sektaristi bir duruma və vəziyyətə düşar olub ki, biz fikir edirik, 10 nəfər yığışırıq və bir-birimizlə danışırıq, bir dövlətimizlə quruluq, söhbətimizi yox, söhbətimizi yatırıq, amma bilirik ki, orada günündə vəziyyət xarablaşır və bizim özümüzdə vəziyyətimiz xarablaşır. Ona görə mən düşünürəm ki, biz buna dərindən düşünməliyik və fikirlərimiz deməliyik. Mən mövcud, dedim əvvəldə, dominant fikirlər Azərbaycanda, o biri İrançılıq məfkurəsi əsasında, biri türklük və Azərbaycancılıq məfkurəsi ikinci yol əsasında ki, nəyə qurulur, onun da özəlliklərini dedim. Mən çıxış yolu bu üçüncü yol məfkurəsində görürəm ki, bunun özəlliklərini sizə demək istəyirəm. Belə ki, vaxtimiz də çox sərf olmasın. Ərz olsun ki, ikinci yolu duygusallıq, yəni ikinci yolda duygusallıq yerinə əqlaniyyət lazımdır işlənsin. Yəni doğrudan gerçəklər anlaşılsın, analiz olsun, vəziyyətimiz aydın olsun. Bizim əgərsə siyasi qüvvəmiz bir o vəznə bərdaşdır, nə deyirlər türkcə, o 100 kilo götürə bilər, ona sən ki 200 kilo yüklüyə bilməsən. Biz baxmalıyıq ki, nə qədər gücümüz var və bu gücünə nə iş görə bilər? Bunu kim görməlidir? Azərbaycanın siyasi qüvvəsi, siyasi təşkilatı, siyasi fəal bu analiz görməlidir və o gücün əsasında plan yapmalıdır. Şiddət dil yerinə müsbət, olumlu, cəlb edici və sempatikdir. Yəni, bu müsbət və sempatik və olumlu dilin mənası nədir? Bizim öz aramızda, hətta öz ailələrimizdə belə bizim danışıq şivələrimiz, rəftarımız, antipati yaradan, bizi uzaqladan, cəmiyyət niyə bizdən uzaqlaşır və biz özümüzə bir sual verməməliyik ki,
Niyə bizim sayımız elə xarici zor yoxdur, fişar yoxdur, o sıxıntı yoxdur, rejim, cumhur İslamı yoxdur və cümlə bizim öz sayımız niyə azalır? Məmnuni o cümlədən şiddətli dil və dilin sempatik olmamasından, dilin müsbət olmamasından, hətta dilin harmonik olmamasından. Yəni biz bir Avropai məmləkətdə cəmiyyətimizi yığışıb danışırıq, hansı şivə, hansı səviyyədə, hansı harmoni ilə danışırıq, o elə bizim uşaqlarımızı qorxusun. Mən öz qulağımla eşitmişəm ki, mən uşaqlarımı gətirəmirəm bura, çünki uşaqlar uca səslərdən eşidəndə qorxurlar. Xanımım gəlmir bura, çünki burada şiddətli danışılır, yaxşı danışılmır, ləzzət aparmır burada, bu cəmdə. Ona görə məncə şiddətlidir siyasi sahədə hətta bizim aramızda, yəni siyasi fəallar arasında, siyasi şiddətli dil təşkilatlar arasında inanılmaz dərəcə yuxarıdır. Yəni, indi onun illəti hardadır, indi yerdəyib, amma hər halda bu vardır. Millətlər əleyhinə nifrət. Məncə bu hərəkatı biz öz millətimizə və başqa millətlərə, yəni bir nifrət yaradan olar, nifrət gözü ilə baxmaq, bir fars görəndə, bir erməni görəndə, bir kürdü görəndə, hətta öz ailəmizin yanında bəlkə bir problem, hətta öz cəmimiz, hətta bir mühitdə də bu nifrətlə baxsa bəlkə problemimizdə də. Bəlkə biz bu hərəkətdən bir sülh mesajı göndərən, bir demokrat adam, bir insanı ki, hazırda mücadilə eləsin, müzakirə eləsin, danışsın və danışma yolu ilə eləyə bilsin, sülh, sevər bir hissini göstərsin. Biz buradan uca dilindən və şiddətlə və nifrətlə bir baxmağımız və danışmağımız fikir edirsiniz ki, bu qəziyyə müsbət təsir qoyduq ki, ya bir müsbət çıxışımız və bir olumlu, bir sempatik hərəkət və danışıq eləyə bilər bizə təsir qoysun. Hətta burada və təbiyyətən içəridə də. İçəridən gələn xəbərlərdə elə də çox müsbət deyil ki, bu zaviyədə. Yəni, bu dil hətta içəridə də mətrəhdir, amma məncə eşikdə daha çox geniş vasitə ilə. Çünki içəridə səhəqub var, orada bəlkə gözə çarpmıyor, amma eşikdə çox aydınca, bu hətta bizim medialarımızda belə aşiqarca görsənir. İstibdadi fikir var bizim aramızda. Yəni, bu ki, hər kəs hiss etmir ki, fikrini rahatca deyə bilər. Yəni, mənim özümə də bu fikirlər ki, dostlarla danışmışam, bəzən ehtiyatlı tövsiyə edir ki, ehtiyatlı olmağımız yaxşıdır. Niyə ki, burada azad dəyirik ki, fikrimizi, yəni azad dəyirik ki, mən söhbətimi deyəcəm, amma ona olan reaksiyalar eləyə bilər, çox şiddətli eləyə bilər, çox nahəncər olsun. Bizim fikir azadlığına saygımız bugün həm bizim içimizdə fikir səyyaliyyəti, fikir doğma, fikir ürətməmizə köməklidir və gələcəkdə bu azadlıq əsasən bizim toplumumuza əhəmiyyətli rolu vardır, amma məncə ittiham yağdırmaq. Bir nəfər yalnız yetər ki, məndən ayrıca biraz düşünsün, ya onu ittiham etdirim İrancılığa, ya ittiham etdirim Kürt dostluğuna, ya ittiham etdirim onu xiyanətə Azərbaycana və bu fikir filandır. Və bu ittiham yağdırma bizim içimizdə çox şiddətli vücudu vardır. Ondan sonra məncə iki dənə misal istəyəm bu muzda vurum ki, iki dənə misal istəyirəm gətirim ki, bu radikal, mən adını qoyuram ekstremisti fikri, yəni radikal fikrindən bu əqlaniyyət əsasında dayanan fikri nə cür izah edə bilirəm. İki dənə misal vururam, ondan sonra keçim mesela yığım söhbətimdən yavrum. Fikirliyin ana dilinə təhsil alma haqqında biz çalışaq. Aya biz ana dili haqqını təhsil etmə adı ilə şüarımızı, yəni bugün, bu qüvvə ilə ki mövcud da, bizim nə düzəməli bir təşkilatımız var, yəni təşkilatımız var o mənada, nə o təşkilatların gücü var, nə içəridə öyle bir şey var və bizim gücümüz çox bir məhdud bir gücdür. Bəlkə hətta bizim bir başqa bir imkanımız var ki, o da fikri gücdür ki, əgər biz dərinləşsək fikirdə eləyə bilək mühitə təsir qoyaq və bu vasitə ilə bu qüvvəni genişləndirək. Ona görə, sual budur. Ana dilində, acaba ana dilinin təhsil alma haqqını biz şüar, mehvəli şüar bugün qərar versək, biz eləyə bilərik sempatik olaq, ya istiqlal şüarını. Biz istiqlal şüarını araya qoysaq, eləyə bilərik özümüzə qüvvə siyasi, bugündən danışırıq. Sabahın söhbətdəyik və mən də istiqlaliyyətlə heç bir təzad, antagonist bir şeyim yoxdur, yəni heç problemim də yoxdur. Əsasım budur ki, bugün zərurətlərin icabatında bugünkü zərurətlər, əgərsə biz ana dilinin şüarının üstünə təhsil alma haqqının dayansaq, biz eləyə bilərik cəmiyyətimiz, öz cəmiyyətimiz və hətta başqa cəmiyyətlərin içində sempati yaraldaq, onların içində bir hiss yaraldaq və öz cəmiyyətimizi aydınlaşdıraq və geniş bir çevrə yığaq. Necə ki,
necə ki, Babək Qəl'ə vadisində məncə biz ora nail olmuşduq. Ya istiqlaliyyətin. Məncə aya istiqlaliyyət şüarını bugün vermək, o vəziyyət ki, bizim durumumuz var, zəif bir durumdayıq, siyasi qüvvəmiz yoxdur, hərbi qüvvəmiz yoxdur, hesabımız yoxdur. Aya bu istiqlaliyyət şüarı bugün içəridə, əsas məsələmiz içəridə, burada çox şeylə danışa bilərik. İçəridə bu siyasəti yürütmək, qorxumuzu yaratması millətimizin içində. Mənim bir dostum gəlib Təbrizdən, yaxında istiqlalçı idi. Mən bundan soruşurdum ki, sən nə mənə təbliğ elərsən orada? İstiqlalı təbliğ elərsən Təbrizdə? Yox. Bundan sonra biz uzun danışırıq, yox, mən sən deyən sözləri deyən. Deyən, mən deyən sözləri deyə bilərsən, sən niyə cür istiqlalısın? Mən deyən sözlər istiqlal yoxdur. Mən deyirəm, bugün bizim mərhələyi tatbiq, bugün işimiz ki, ana dilində təhsil almaq üçün işimizdir və Azərbaycanın siyasi azadlığı, siyasi məhbuslarının azadlığı. Bugün bizim işimiz yalnız bu ikisidir. Sən bu sözləri deyirəm, istiqlalı hava deyirsən, deyir, ikisi deyəm, demək olmaz orada. Dedim, ailə necə deyir, ailəndə ailə məndən yorulubdur. Deyə də deyilmək istəmir işləbları. Qorxu var, qorxurlar. Deyirəm, sən bir şüarı ki, deyə bilməyəcəksən, təbliğ edə bilməyəcəksən, tərvic edə bilməyəcəksən, qəbul olmayacaq, sənin ailən onu qəbulləmir, onun nə üçün sənin strateji? Bugünkü stratejidən söhbət edilir, onu diqqət edin. Bugündən biz danışırıq. Mənim ömrüm 10 il, 15 il, 20 ildən sonra bəlkə sona çatır. Mən elə bilməm 50 ildən sonra, mən oturum 50 ildən sonra strateji gün danışım. Taktik gün danışım, mən bilməm ki, nə olacaq. Orada olanların vəzifəsi otursunlar, deyirsən, bu günləri bizim vəzifəmiz bu şüarı verir. Bəli, məncə, bugün bu durğunluq ki, Azərbaycan hərəkatında var, qeyri-lazım radikalizmin təhmil olması bu hərəkətə. Kim təhmil edib onu bərrəsqələri? Qeyri-lazım, qeyri-demokratik dil, pis his, əsəbiyyət, adın hər nə mənə qoysuz tozih verdim. Bunlar bugün bizim əsərlərimizdir bu hərəkatın buraya yetişməsi. Mən bilmirəm ki, hər kəs özünə bir səhm qayildir, bir pay verir ki, vəziyyətin, hərəkatın buraya yetişməsində onun səhmi nədir? Eşidirəm ki, televizyonun dalısında oturur, televizyonun dalısında otururlar, ya bir nəfər danışır, səs yayılır hər yerə, deyir, qan lazımdır, intiqam almalıyıq. Bu yəni, bu adam bu sözü deyəndə, fikrin içərdə, bu sözü, bu cümləni götürüb, itilaat məmurlarına göstərdi, bu bizim düşmənlərimiz, bunlar da qan istəyirlər, intiqam istəyirlər. Biz onların neyini yapırıq? Ayaqların amursu, kilaslarında sazmaniyəmdə istifadə olmuş onlarda, gəlsin, uşaqlarımız İranda fikirlər, azadca ana dil haqqı istəyənməsinlər. Yəni, bunun o qədər məsuliyyəti var ki, hətta ağzımızdan açan cümləni. Hətta bəzən görəm, işləyirəm ki, ya özümüzün yanımızda bir söz deyil, eşin yanımızda. Məncə o cür deyil. Siyasətçinin əsas məsələsi bağışbat olmasıdır. Düşmən də bağışbat siyasətçi olması onu qəbul eləməz. Dost da qəbul eləməz. Mən qəbul eləmərəm, bir dənə siyasətçi dalda bir şey deyil, qabaqda bir şey deyil. Ondan bilirəm ki, işləyən mənəm, söz savab bəlkə ayrı söz deyəcəm. Bizim siyasi rəhbərlərimizdən biri televizyonun arasında oturub deyir ki, biz istiqlalını istəmirik. Niyə? Deyir, Türkiyə üçün istəmirik, Azərbaycan üçün istəmirik, Avropa üçün istəmirik, biz istəmirik. Amma onda deyirsən, mənasıdır ki, sən qərar vermirsən, nə ki, ola bir sabah istəsənə sən istəyirsən, və sənin nəzə inanın sözü və bugünkü sözü və. Bu məlumdur ki, o siyasətçi deyil, yəni, ya siyasətçinin çox az bilir, təcrübəsi çox azdır və biz bilirik ki, bizim adamlarımızın təcrübəsi çox azdır, bu hərəkatın da təcrübəsi çox azdır. Biz bilirik ki, milli hərəkatda bizim bir dənə təcrübəmiz olubdur, 21 Azərdə, ondan sonra qət olub 60 il xəbər yoxdur, ondan sonra bu hərəkətlər yaranıb, mücahid yaranıb, fədai yaranıb, kim yaranıb, heç bunların tarixçəsində belə 21 Azər yoxdur, qeyd olunmur. Bunları yaradığında Azərbaycanlılardılar. Tarixçəsində yoxdur əslən Azərbaycan. Sonra o məşrutiyyət inqilabına atırlar müsəddiqin hərəkatına. O arada keçən bu 21 Azərin hərəkatı, onların hamısı da Azərbaycanlıdırlar. Yəni tarixdən həsb olunub və bizim zeyniyyətimizdə də zaten həsb olmuşdur. Bizim yalnız bizə verən, bu fikir gələn Azərbaycanın istiqlalı idi. Ki biz belə bir düşüncəni bizim gənclərimizin yanında yaratdı və biz də onun təsirinin altında bir şeylər düşündük, baxdıq ki, biz başımıza böyük keçmişdir. Ona görə son söz budur ki, ikinci mövzum, istəyirəm bir misal vurum ki, taktik və strateji seçəndə o taktik və strateji seçməliyik və o şüarı seçməliyik ki, sempati qazansın, adam qazansın, genişdirsin hərəkatı. Bizim hərəkatımız məhdud qalsa, elə bu çevrədəki varıq qalsa, heç yerə varmaz, necə ki, varmayıbdır. Hamısı biz vaktimizi əldə etmişik içindir, indiyə qədər ki, biz onunla çox belə məmrur roh deyə də bunu bu xətti devam edək. Biz buracan bir yerə varmamışıq. Ona görə biz taktiklərimizi mütləq dəyişməliyik. Əgərsə geçmişi bura görür ki, yox, dalımızda heç kəs yoxdur,
Biraz dairəyə qayıtmalıyıq. Oradan ki, cəmiyyət fikr edir ki, cəmiyyətlə əlaqə qura bilirik öz cəmiyyətimizdən, oradan başlayıb devam etməliyik. Yəni, şüarlarımızı geri verməliyik. Müəyyən, münasib, müsbət, təsir edici şüarları verməliyik, orada danışmalıyıq, doğru aparmalıyıq. İkinci mövzu ki, istəyim deyim, elə bu rabitədə, yəni ekstremizm və ya ifratçılığın qələbəsi bizim hərəkatımıza, radikalizmin hərəkatı ki, yəni qeyri-lazım radikalizm bizim hərəkatımıza ki, istiqlaliyyət bizim ən son şüarımızdır. Ən son əldə etdiyimiz, ən mühüm əldə etdiyimiz, tamam dünyada millətlər istiqlal edib, uzun tarix, bir 50 illik proje, bəzəni 100 illik proje, bəzəni 30 illik projedirlər. Biz amma əvvəlcül onu istəmişik. Əvvəlcül onu istiyoruz çalışaq. Kürt hərəkatı bizim üçün çox ciddi və təcrübəli bir hərəkət, bizim üçün çox böyük bir dərslər var orada öyrənməyə. Metod baxımından, diqqət elə, metod baxımından Türkiyədə Kürtlər hərbi savaşda oldular, rəhbərləri turub zindandadır. Türk dövləti, o yaşatlı dövlət, o savaşdan sonra 40 min afgan nəvərəsi o adamla danışır, müzakirə edilir. O adam deyir, mən federalizm istəmirəm. Çünki deyir, federalizm Türkiyənin məclisində problem yaradırlar. Qoymaz da ki, bizim Kürt hoviyyət, milli hoviyyətimiz Türk məclisində geçsin, deyir, biz demokrasi istəyirik. Bizim hətta Kürtləri ki, İranda, yəni İran Kürtləri, o qüvvəli hizbləri, siz yaxşı bilirsiniz, bizlə qablı müqayisə qüvvə deyirlər. Əslən qablı müqayisə deyirlər. Onlar o vəziyyətləri ilə heç zaman bu radikal şüarlara tən verməyiblər, amma biz hamımız bilirik ki, bugün Kürdistanda desələr biz reform istiqlal, İranda qalmaq reformunu istirik, reform gibi rəy verin, gecə çıxsa, sabah biz bəyaniyə versək hizblər, hamı istiqlal verəcək orada. Əgər görsələr də orada şərait var. Kürdistanın əlbəttə hizbi düzəldir, bu dövləti qurub istiqlalını istəyən verdi. Hamı biliş olaraq istiqlal istəyirlər. İstəyənmədi ta bu Daeş, eşidin bu hücumların əsərindəki vəziyyət qaraşmışdır. Dedi, bu fürsətdən istifadə edin, istiqlal sözünü, reform sözünü atmalıyıq. Atlar hələ bir yer yetişməyiblər. Bunun yəni mənası yəni nədir bizim üçün dərsi? Ehtiyatlı olmalıyıq. Çox ehtiyatlı olmalıyıq. Ən son şüarı günün birinci günü verməliyik. Bu radikalizm hamımızın atamızı yandırıb və hərəkatın atasını yandırıb bəncə. Hətta içəridə əsasən qüvvə öz ailəsinin içində təbliğat eləyə bilmir. Bunun dominansı, o söhbət ki vardı, sona çatdırım. Dominans ki söhbətlərin ikinci xəttin dominansı, ikinci xəttin dominansı əsasən bu hərəkatın genişməsinin, bu hərəkatında qorxunc, yəni cəmaətdə qorxunc yaratmaq üçün fürsət verir bu hərəkət genişsin bizim toplumda. Buranın söhbətləri, bura hər nə edə bilərsiniz. Hətta burada da məsuliyyət var, təbii ki, hər kəs sözü deyər, söz deyə bilməz. Amma içəridə taktik, söz, şüar belə olmalıdır ki, qonşu ilə danışsın, iş sahibi, qonşu iş dostu ilə danışa bilsin. Məktəbdə mühəssin, o birisi mühəssin danışsın, universitetdə o öğrenci o öyrənci danışa bilsin və azadca tərviz olsun. Məncə bu şüar, yəni bu vəziyyət, bizim vəziyyətimiz doğrudan çıxış yolu, Parsda deyib bazını gəlidir. Siz türkçünü tapın, çünki bizim türkçümüzün vəziyyəti çox xoş deyil, vəz vaxt. Ona görə son sözümüz bu olur. Üçüncü baxış, yəni üçüncü yol xəritəsi Azərbaycanın çıxış yolu olaraq mənim fikrimcə reallara dayanmaqdır. Yəni, gerçəkləri bizim millətin içində tapmaq, əsas o gücü, vaqeyi, yəni real gücü tapmaq və o gücün əsasında planlamaq, yəni reallara dayanmaq. Strateji və taktik mövzusunda bu bütövçülük, istiqlal, taktiki strateji, turancılıq filan, bunlar məncə Azərbaycanın milli hərəkatının gedişatına və onun gelişməsinə köməklik eləmir, hətta onun qarşısında durur və hətta bu qüvvələrin bəzisi əsən bu işdən məşğul deyirlər. Yəni bu işdən üçün bugünkü bir müəyyən taktik və yəni mərhələli stratejiyə etiqadları yoxdur, heç bilmirik nə deyirlər. Onlar əməldə, yəni bu fikir başqa şeyin, başqa mərhələrin, başqa zamanın fikridir. Yəni bütövçülük, yəni bura biz bir qüvvəyə sahib olmuşuq. Yəni Azərbaycan torpaqlarına hakim olmuşuq, onda istəyir o bizi Azərbaycan. Onda başlayacaq ki, bütövçülərin məmuriyyəti, ya məsuliyyəti ki, o bizi Azərbaycanın müzakirəsi, biz necə bir olaq. Bütövçülükdə ki, tamam dövlətlər, demokratik dövlətlər qurulandan, türk dövlətlər qurulandan sonra, biz qurulandan sonra başlayacaqlar ki, müzakirə bir türk dövlətiyə bir Turan dövləti olsun. Bizim cəmaətlər bizim ömrümüzə çatmaz, bəlkə bizim heç babalarımızın dövrünə çatmayın.
Tamam, qurtarıram. Şiddət dili və ədəbi, şiddət dilini kənara qoymalı və onun yerinə bir demokratik ədəbiyyat, müsbət və olumlu istifadə etmək lazımdır. Mən şiddət ədəbiyyatını misal gətirim. Müsbət və sempatik dildən istifadə etməliyik və orada danışıldı. Hərəkat içi qüvvələri arasında nifrətdən əl götürüb bir demokratik tənqidçiliyə bir meydan yaratmalıyıq. Yəni biz indi mən tənqidçilikdən danışıram və dostlarım üçün tənqid hiss edərlər. Birinə əhanət yox, birinə toğun yox, fikrimi deyirəm, fikri ayrılığını deyirəm, faktlarımı deyirəm və hər kəs deyir, mənə tənqid eləsin, eləməlidir. Bu demokratik tənqidçiliyi bir kültür kimi Azərbaycanın siyasi hərəkatının içində zəmin yaratmalıdır ki, bu əsasən Azərbaycanda olan mövcud qüvvələrin arasında birlik, onlara işbirliyinin zəmini yaradır və imkan verir ki, onlar birbirinin yaxınında dursunlar, ittihad yaratsınlar. Baxırıq, amma bugün görülür ki, o şiddət dilindən ötür təşkilatlar hamısı birbirindən ayrı, hətta xəsmanə mövqedə dururlar və hətta çox pis birbirindən davranırlar və ona görə mən o şiddət dilinin yerinə demokratik tənqidçiliyin düzəlməsini və ya yaranmasına çox tərəfdarıyam. Özüm də onun əsasında həm yazıram və həm danışaram ki, o yerinə gəlsin. Hərəkatı bugün cobud və savaşçı göstərisi, yəni biz yəni savaş üçün gəlmişik və ya belə cobud özümüzü çıxarmaq yerinə insansevər və sülhpərvər bir sima verməliyik Azərbaycan hərəkatına. Biz bir daha məzlum bir millətik. Bizim nə qüvvəmiz var, nə hərbi qüvvəmiz var, nə bir gücümüz var, nə bir hizbimiz var, nə bir şeyimiz var. Biz özümüzü məsələn bir qüvvə kimi göstərsə, bir hərbi qüvvə kimi, ya elə bir hərbi qüvvə kimi ədəbiyyatdan istifadə edilməsinin mənasıdır ki, düşmən fikirləsin doğrudan belə bir şey var. Yəni əsasən sıxıntı bizə daha çox alır və bizim ayrılığımız öz cəmiyyətimizdən hətta daha artır. Amma əgərsə bir insansevər və sülhpərvər bir simamız olsa, həm öz içimizdə, həm o ölkədəki yaşayırıq və həm o bölgədəki yaşayırıq, elə bilər söz yox, yalnız doğrudan elə bir qüvvə kimi sempatik bir rol oynansın. Xülasə, vəziyyət budur ki, məncə, indi bu son cümlələrin belə olur ki, məncə fikir edirəm ki, Azərbaycanın bu hərəkatının bu durumda fikir dəyişikliyinə, strateji dəyişikliyinə və qolu cinə baznigəri və istilah moridinə diqqətlə təvəccüh etməlidir. Öz təşkilatları ilə, hər bir şəxs öz təşkilatının içində, öz dostu ilə, öz qrupu ilə, öz əncüməninin içində müzakirə olunsun ki, biz arada durmuşuq, nə eləmişik və nə eləyə bilərdik. Məncə, qeyri-lazım radikalizmdən əl üzməliyik, real şüarlara əl qoymalıyıq və bu vasitə ilə eləyə bilməliyik bizim hərəkatı. İndi haradan qalmışıq, geri dönüb, oradan bir sempatik mövqe ilə şəraiti, bu hərəkatın cəmiyyətimizlə, toplumumuzla əlaqə qurmasına zəmin yaratmalıyıq. Çox təşəkkür edirəm, mənim vaxtım.